Deyirəm ki, bəzən indi gənc müğənnilərə, sənət adamlarına irad tuturuq da. Bunu etməyin, onu etməyin, əxlaqlı olun, tərbiyəli olun, qapalı geyinin, heç kim sizi görməsin, heç kimlə dünyaya uşaq gətirməyin, yəni ki, evli adamlardan. Arxanızı böyütməyin, qılçanızı belə etməyin, ayağınızı belə etməyin, dırnaqlarınızı çox uzatmayın. Keçmişə belə nəzər salanda görürük ki, keçmişdə nələr ediblər, nələr. Hülya Avşardan danışan İbrahim Tatlıses neçə dəfə yuvamı yıxıb. Mən həmişə bilirdim də, yəni onların da mediası yazırdı ki, İbrahim Tatlıseslə Hülya Avşar çox yaxın olublar. Bəziləri də belə bəzi medialarda da deyirlər ki, onlar sevgili olub, bir yerdə yaşayıblar, ayrılıblar. Otellərdə onları görən olub falan da belə. İndi təbii ki, bunu media deyir. Mən demirəm, mən Türkiyədə yaşamıram. Demək ki, müğənni İbrahim Tatlıses belə etirafı diqqət çəkib. Məkanların birində görüntülənən sənətçi jurnalistlərə söhbət edib. Bu zaman ona bir neçə gün əvvəl proqramına qatıldığı həmkarı Hülya Avşarın gözəlliyi ilə bağlı sual verib. İbrahim verilişdə səsləndirdiyi o gözlər yuva dağıdır sözləri ilə bağlı yenidən danışıb. İfaçı o mənim neçə dəfə yuvamı yıxdı deyə Hülya Avşarla bağlı etiraf edib. Tatlısesin bu səmimi etirafının görüntüləri sosial şəbəkədə yayılaraq müzakirələrə səbəb olub. İbrahim Tatlıses də özünə görə olmayıb da. Həyatında bəlkə də minlərlə qadın olub. Minlərlə qadın olub. Elə İbrahim Tatlısesin özü də çox evləri yıxıb. Heç də deməsin ki, Hülya Avşar mənim dəfələrlə yuvamı yıxıb. Elə İbrahim Tatlıses də çox yuvalar tikib. Məhz Sara Səfra Bahadurdan bu qədər. İbrahim Tatlıses Azərbaycanda olsaydı mənim məhkəməyə verərdi. 100%.